Dövlət İmtahan Mərkəzinin kimya fənnindən 4-cü qruplar üçün nəzərdə tutulmuş 20 suallıq sınaq testindən sınaq 2-nin test suallarının izahına baxaq. Deməli, birinci sualda NH üçün oksigenda katalitik oksidləşməsi reaksiyasını yazaq. Buradan NO ilə su alınır. Reaksiyanı əmsallaşdırsaq, NO-nun qarşısına 4, suyun qarşısına 6, NH3-ün qarşısına 4, oksigen qarşısına isə 5 düşəcək. Deməli, NO-nun əmələ gəlmə istiliyini -90 verib, -90. Qarşısına 4 olduğuna görə -90-ı 4-ə vururuq. Deməli, NH3-ün 46 verib, 46 vur 4. Suyu isə 242 verib. 242 vur 6 yazarıq. Biz bilirik ki, biz ümumi istilik effektini tapmaq üçün məhsulların istilik effektinin cəmindən başlanğıc maddələrin istilik effektinin cəmini çıxmaq lazımdır. Yəni, -90 vur 4 üstə gələk. 242 vur 6 çıxıram. 46 vur 4. -90-ı 4-ə vursaq, -360 üstə gələk. 242-ni 6-ya vursaq, 1452. Deməli, bunları cəmləyirik. Çıxırıq, 46-nı 4-ə vursaq, 6, 4, 24, 4, 2, 4, 4, 16, 184. 1452-dən 360 çıxsaq, çünki 360 mənfidir. Buradan alınacaq, deməli, 1092. 1092-dən 184 çıxsaq, alınır 908. Deməli, biz istilik effektini tapdıq 908. Lakin məsələnin şərtində bizə 22,4 litr amonyak sərf olunur deyir. Amma biz əmsallaşdıranda gördük ki, amonyakın qarşısına 4 düşmüşdü. Deməli, 22,4 vur 4-ə 908-dirsə, bəs 22,4-ə nə qədər olacaq? 4 dəfə az. 908-i 4-ə bölürük. 2, 7. 200, müsbət 227 olacaq cavab. B variantı. İkinci suala baxaq. İkinci sualda reaksiya deyir, tau 1 anadək tarazlıqdadır. Hansı dəyişiklikləri aparmaq lazımdır ki, tau 2 anındakı tarazlıq halı yaransın? Ümumiyyətlə, burada baxaq ki, NO-la oksigenin mol sayı azalır. Demək ki, bu reaksiya sağ tərəfə yönələcək, yəni tarazlıq. Aha, indi hansı dəyişiklikləri aparmaq lazımdır ki, sağ tərəfə yönəlsin? Deməli, burada baxaq. Deməli, burada təzyiqi artırmaq deyir. Ümumiyyətlə, reaksiyanı təkrar yazaq. NO üstə gələk oksigen alınır NO2 və müsbət küdür təbii ki. 2, 2. Təzyiqi artırsaq, bəli, həcm azalır, tarazlıq sağa yönələcək. Temperatur artırmaq xeyir. Müsbət küdə temperatur artıranda tarazlıq sağa yönəlmir. Sistemə NO əlavə etsək, bəli, tarazlıq sağa yönələcək. Lakin bu qrafikdə baxsaq görərik ki, NO-nu artırmaq deyir məsələnin şərti. Amma burada NO azalıb. Deməli, bunu götürməyəcək. Yəni, 3-ü götürmürük. Doğru cavab olur. Yalnız B, C variantı. Üçüncü sualın izahına baxaq. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Deyir, oksigen qatılığını artırdıqda tarazlıq sağa yönələr. Oksigen hər iki reaksiyada başlanğıc maddədir. Deməli, qatılığını artırsaq tarazlıq sağa yönələr. Yəni, bir orta hissəyə aiddir. Həcmi artırdıqda tarazlıq sola yönələr. Burada həcm 2, yəni əmsallaşdırsaq 2-ni 2-yədir. Ümumiyyətlə, tarazlığa yəni yerini dəyişmir. Burada da əmsallaşdırsaq 2, 2. Deməli, bəli, sağdan sola həcm artır, sola yönələr. 2 bura aiddir. Temperaturu azaltdıqda tarazlıq sağa yerini dəyişər. Bu müsbət küdə olar da, çünki eksotermik reaksiyada temperatur azaldığında tarazlıq sağa yerini dəyişirdi. Azot monoksidin qatılığını azaltdıqda tarazlıq sağa yerini dəyişir. Bunun üçün azot monoksid
məhsul tərəfdə olmalıdır. Çünki məhsulun qatılığını azaltdıqda tarazlıq sağa yerin dəyişirdi. 4 burayda olacaq. 1-ə 2, 3, 3-ə 1, 2-yə isə 4. Burada diqqət etmək lazımdır ki, 2, 3, 4, 1 ardıcılığı ilə olsun. 2, 3, 4, 1 cavab olur. B variantı. Bu hissəyə diqqət etmək lazımdır. Keçək 4-cü sualın izahına. 4-cü sualda bizə nə deyir? Deməli, NO ilə oksigenin reaksiyasını verib. Aha. Deməli, NO ilə oksigenin reaksiyasından 2 mol NO. Oksigenlə reaksiyasından 2 mol NO2 alınır. Burada NO-ya görə sürət 0,8-dir. Deməli, yazaq. NO-ya görə sürəti tapa bilərik də biz. Daha doğrusu sürət düsturunu yazaq. 0,8 bərabərdir. Başlanğıc maddə deyəndə biz S1-i çıxırdıq. S1-dən S2-ni. NO-nun mol sayını 12 mol verib. Biz bunu S1 kimi götürək. Çünki həcmi 1-dir. S bərabərdir nü bölək V-yə görə elə 12 molu qatılıq götürürük. 12 çıx S2 bölünsün delta tau. Bu olur NO-ya görə. Keçirik oksigenə görə. Sürəti yazırıq. NO oksigendən 2 dəfə çoxdursa, oksigen 2 dəfə az götürürük. Yəni sürətin 0,4 götürürük. 10 çıx S2 bölünsün delta tau. Burada delta taunu tapsaq birinci tənlikdə. Delta tau bərabərdir 12 çıx S2 bölünsün 0,8. İkinci tənlikdə delta tau bərabərdir 10 çıx S2 bölünsün 0,4. Bunları bir-birinə bərabərləşdirək. 12 çıx S2 bölünsün 0,8 bərabərdir 10 çıx S2 bölünsün 0,4. Məxrəcləri bərabərləşdirsək 12 çıx S2 bərabərdir. Bura 2-yə vurulacaq. 20 çıx 2 S2 S2 bərabərdir 8. Biz S2-ni tapdıq 8. Bu tənliklərin hər ikisinə də tapa bilərik. Elə burada yerinə qoyaq. 12 çıx 8 bölünsün 0,8. 4-ü də 0,8-ə bölündə eləyir. Cavab 5. Deməli, bizdən neçə dəqiqə soruşurdu? 5. 5-ci sual. Reaksiyanın baş verdiyi qabın həcmi 2 dəfə artırılır. Hansı ifadələr doğrudur? Reaksiyanın tarazlıq sabitinin qiyməti dəyişməz. Bəli, çünki tarazlıq sabiti qatılıqdan asılı deyildi. Burada da həcm 2 dəfə artırılırsa, başlanğıc maddələrində elə məhsulun da qatılığı azalar. Yəni, tarazlıq sabiti temperaturdan asılıdır. Sürət 8 dəfə artar. Xeyr, sürət və qatılıq düz asılıdır. Yəni, qabın həcmi ümumiyyətlə artanda sürət azalar. X2 Y-in qatılığı azalır. Bayaq dedik ki, bəli, qatılıq azalacaq. Başlanğıcda elə məhsulda doğru cavab olur 1 və 3. 6. X-in yanma istiliyi nə də əmələ gəlmə istiliyinə görə hesablama aparmaq olmur. Demək, bu oksigen olar da. Çünki NO-da məsələn hər ikisini eləmək olur. CO-da da olur. Kalsiumun yanma istiliyini tapmaq olur. Yanır oksigində. Karbonun da yanma istiliyini tapmaq olur. Amma oksigində bunu eləmək olmur. 7-ci sualda kalsiumun sulfat turşusundan reaksiyasını yazırıq. Buradan alınır kalsium SO4, hidrogen sulfid və su. Kalsiumun kütləsi A verib, sulfat turşusunda A verib. Kalsiumun mol miqdarını soruşur bizdən. Aha, baxaq. Deməli, burada biz baxırıq ki, ümumiyyətlə, əvvəlcə təbii ki, əmsallaşdırmaq lazımdır. Kalsium 0-dan 2-yə keçir, 2 elektron keçidi baş verir. Kükürt müsbət 6-dan keçir mənfi 2-yə 8 elektron. İxtisar edib yerlərini dəyişsək, 4, 1. Kalsiuma 4 yazırıq. Kükürdə isə 1, burada 5 düşəcək. Suyun da qarşısına 4 düşür. İndi burada oksidləşdiricinin aldığı elektron sayı bu 8 qədərdir də. Oksidləşdirici 8 elektron alanda nə qədər sulfat turşusu alınır? Sulfat turşusu 5 moldur. 98-i 5-ə vururuq. Eləyir 490. Kalsiumda 4 moldur. 40-ı vururuq 4-ə 160. Hesablamanı sulfat turşusuna görə aparaq. 8 elektron alanda oksidləşdirici 490 sulfat turşusu alınırsa 16 olur 980. 980.
Hər ikisinə A qədər götürsün. Demək, kalsiumu da 980 götürəcəyik. Ən böyüyü götürürük də. Kalsiumun mol miqdarını soruşur. Kalsiumun 40 qramı neçə moldur? 1 moldur. Bəs 980-i nə qədər olar? X qədər. Buradan X-i tapırıq. 980-i də 40-a bölsək 2, 4, 5, 24,5 olacaq. Doğru cavabımız olur D variantı. D variantı. Keçək 8-ci sualın izahına. XY maddələri arasında reaksiya təzyiq 2 dəfə artıranda sürət 8 dəfə artır. X-in deyir qatılığını 4 dəfə azaldıb, Y-in qatılığını 4 dəfə artıranda sürət 4 dəfə artır. Ümumiyyətlə təzyiq 2 dəfə artıranda sürət 8 dəfə artırsa, deməli maddələrdən biri 1 mol, biri də 2 mol olmalıdır. Bunu izah edeyim niyə? Məsələn, Y variantı üçün biz sürətin kinetik tənliyi yazsaq V bərabərdir K vur. X-in təzyiqi vur, Y-in təzyiqi qarşısındakı molu qüvvət kimi yazırıq. Təzyiqi yenə 2 yazsaq, 2 vur, 2-nin üstü 2. Bu 2-dir. Sürət baxırıq ki, 8 dəfə artır, deməli ödənir. X-in qatılığını 4 dəfə azaldıb, yəni elə bir 4 dəfə azaldıb, 1 bölək 4 yazırıq da. Y-in qatılığını 4 dəfə artırsaq, qarşısındakı olduğuna görə 4-ün kvadratı 16. Deyir, sürət 4 dəfə artır. 16 ilə 4 ixtisar gedir, 4 alınır. Elə cavab olur Y variantı. Tənlikdə biri 2, biri 1 mol olmalıydı. Cavab Y olur. Y 2 mol, X 1 mol olacaq. 9-cu sualın izahına baxaq. 9-cu sualda bizə azotla hidrogenin reaksiyasını, hidrogenin 0,6 mol verib. Deməli, biz burada nə edə bilərik? Ümumiyyətlə, hidrogen azot 0,6 veribsə, hidrogen onun 3 dəfə çox olar da reaksiyamıza görə 1,8 olar. Onda hidrogenin görə sürəti yazsaq, 1,8 və 1,8 sürətidir. 12 mol hidrogen, yəni C1-i, çünki S1-dən S2-ni çıxırıq da başlanğıc maddələr. 12-dən, 12-ni də biz S1 kimi götürərik, çünki elə 12-ni 1-ə böləndə 12 eləyir. Molu qatılıq kimi götürə bilərik. S bərabərdir nü bölək V düsturundan. 12-dən çıxırıq S2, bölürük 5-ə. 12 çıx S2, 1,8-i 5-ə vursaq 9. S2-ni tapırıq 3. İndi bizə deyir ki, 5 dəqiqədən sonra ilkin maddənin qatılığı eyni olarsa X-i hesablayın. Azotu tapmalıyıq. Azotun sürəti neçə idi? 0,6 bərabərdir. S1-i soruşur. S1 çıx, S2-ni tapdığı 3 bölünsün. Tau, yəni 5. S1 çıx 3 bərabərdir 3-ə. 0,6-nı 5-ə vuram. S1 də bərabərdir 6. Cavab olur D variantı. 10-cu suala baxaq. 10-cu sualın yuxarıdan yazıram izahını. Sulfat turşunun molekulunda olan elektron sayı deyir. Demək, hidrogenda 1-dir. 2-yə vururuq. Elektron sayını tapanda 2 üstə gələk. Kükürdün proton sayı 16-dır. Elə indeksində 1 var 16. Oksigende də 8-dir. 4-ə vururuq. 32 edir. 50. A ilə işarəlib. A-nı tapdıq 50. Bəs rabitə mənə iştirak edən elektron sayı nə qədər olar? Sulfat turşusunda elektron formulu, daha doğrusu qrafik formunu yazsaq, görərik ki, burada neçə dənə rabitə var? 8 dənə. Bir rabitənin yaranmasına 2 elektron, 8 rabitənin yaranmasına 16 elektron iştirak edir. B-ni tapırıq 16. B-nin A-ya nisbətini soruşur. 16-nı bölürük 50-yə. Deyir 0,352. 0,32. C variantı. 11-ci sualın izahına baxaq. Deməli, metanın oksigende yanma reaksiyasını verib. Buradan alınır. CO2 üstə gələk 2 mol H2O üstə gələk 880 kilojoule. Aha, deməli, birincidə verib, metanı 32 qram verib, oksigeni 32, aşağıdan öz kütlədən yazırıq. Metan 16, oksigen 64. 32 16-ya bölürük 2, 32 ilə 64, 2-də 1. Deməli, CH4 çoxdur. Hesablamanı oksigenə görə aparaq. 64 qram oksigenə 880 kilojoule istiliyə ayrılırsa, 32-yə də 2 dəfə az olacaq. Yəni 440. Q1-i tapdıq 440. İndi elə burada silib yerinə qoyaq. İkinci hissəndə yerinə qoyaq. Nə yazırıq? Bu səfər CH4-də
8 yazırıq. Oksigeni 64 yazırıq. 8-i 16-ya bölsək 2-də 1, 64-də 64-də 1, oksigen çoxdur. Hesablamanı CH4-ə görə aparaq. 16-ya 880-dirsə 8-ə x-dir. Yenə üstəlik effektini 440 tap. Q2 də oldu 440. Keçək Q3-ə. Q3-ü də tapanda yenə yerlərinə qoyaq, hesablayaq. Deməli, CH4-də yazırıq 48, oksigenə 16. 48 16-ya bölürük 3. 16 ilə 64, 4-də 1. CH4 çoxdur. Hesablamanı aparaq oksigenə görə. 64-də 880-dirsə 16-ya x-dir. X bu Q3-dür də elə bir. Q3 tapırıq biz. X-i də buradan 4 dəfə az olur 220. Q3-ü də tapdıq 220. Müqayisəsini soruşur bizdən. Q1 Q2-yə bərabərdir, böyükdür Q3-dən. 12-ci sualın izahına baxaq. Deməli, X NO3 N qədər deyir atomların ümumi sayı A-dır. Oksigen atomların sayısı 0,6-dır. X-in oksidaşma dərəcəsini müəyyən edin. Deməli, burada ümumiyyətlə baxırıq ki, atomların ümumi sayı, yəni X NO3 N-də atomların ümumi sayı nə qədər olar? 1 üstəgələk N dənə azotdur, 3 N-də oksigen. Cəmi olur 4 N, üstəgələk 1. 4 N üstəgələk 1 olanda ümumi atomların sayı. Nə qədər oksigen var burada? 3 N qədər. Tənasüb qururuq. Məsələn, şərtinə deyir ki, bəs A olsa, oksigen atomların sayı olacaq 0,6 A. Buradan A-ları ixtisar eləsək, deməli, 2,4 N üstəgələk 0,6 bərabərdir 3 N. 3 N-dən 2,4 çıxsaq, 0,6 N bərabərdir 0,6. N-in qiymətini tapırıq buradan 1. N-in qiyməti 1-dirsə, deməli, X-in oksidaşma dərəcəsi də müsbət 1 imiş də. NO3-də -1. Doğru cavabımız olur B variantı. Endotermik prosesləri müəyyən edin. Deməli, deyir ki, NO-nun parçalanması, normalda parçalanma reaksiyaları endotermik idi, amma NO-nun parçalanması istisnadır. Bu eksotermik idi. Suyun buxarlandırılması, bəli, çünki su istiliyi udmalıdır ki, buxarlansın. NH3-ün suda həll olması, xeyr. Kalium atomundan bir elektron qoparılması, bəli. Bir elektron qoparanda burada istilik udulur. Yəni, doğru cavabımız olur 2 və 4. 13-cü sualda. 13-cü sualın izahına baxaq. Deyir, endotermik prosesləri müəyyən edin. NO-nun parçalanması endotermik proses deyildi. Çünki istisnaydı. Yəni, burada eksotermik olurdu. Suyun buxarlandırılması, bəli. Çünki su istiliyi udmalıdır ki, buxarlansın. Amonyakın suda həll olması. Amonyak qazdır və qazların suda həll olması eksotermik idi. Ona görə də temperatur artıranda qazların həll olması azalırdı. Kalium atomundan bir elektron qoparılması, bəli, bu da endotermik olacaq. Doğru cavab 2 və 4. Amonyum ionunda olan elektronların sayı N-lə işarə edib. Amonyum ionu bilirsiniz, NH4 müsbət yazılır. Deməli, burada elektronların ümumi sayı necə olar? Deməli, azotun 7, hidrogendə isə 1-dir. 7 üstəgələk 4-ü vururuq 1-ə 4. Bunu da müsbət 1-i də buradan çıxırıq. Olur elektron sayı 10. Deməli, E-nin qiyməti oldu 10. Donor atomun rabitə əmələ gəlməsində iştirak edən elektronların sayı. Donor burada azotdur təbii ki. Azotun rabitə əmələ gəlməsində iştirak edən elektron sayını biz açıq şəkildə yazım göstərim. Deməli, azot ikisini donor kimi verir. Bir də bu tək elektronları var azotun. Deməli, cəmi olacaq 5 dənə. M-in də qiyməti olur 5. N-in M-ə nisbətini soruşur 2. 15-ci sual. 2 litrlik qabda 1,2 mol X qazı aşağıdakı reaksiya üzrə parçalanır. Tarazlıq anında qabda 0,4 mol X olarsa, deməli, bizdən reaksiyanın tarazlıq sabitini soruşur.
Demək, 2x-dən alınır 2 mol y üstə gələk z. Başlanğıc qatılıq, sərf olunan qatılıq, bir də tarazlıq qatılığı. 1,2 mol başlanğıcda x götürülüb, başlanğıcı olar x. İndi bunun deyir ki, tarazlıq anında qabda 0,4 mol x var. Onda sərf olunanı 1,2-dən 0,4 çıxsaq 0,8 eləyir. Elə x nə qədər sərf olunarsa, y-də molları bərabərdir, 0,8 olar. Z isə 2 dəfə az olar, 0,4 olar. Belə ayıraq. Aha. Deməli, sonra baxırıq ki, biz deyirdik ki, məhsulun reaksiya sərf olunan qatılıq, onun ilə tarazlıq qatılığıdır. Onda bu da olacaq 0,8, 0,4. Daha doğrusu bizim bu yazdıqlarımız mol idi. Çünki məsələnin şərtinə molla verir. Bizə də həcmi 2 verib. Deməli, biz qatılığı tapmaq üçün nü-nü v-yə, yəni həcmə bölməliyik. Deməli, x-in tarazlıq qatılığı olur 0,2, buranı 2-yə bölürük. Y-də olur 0,4, z-də də olur 0,2. Tarazlıq sabitini soruşur. Tarazlıq sabitini necə tapırdıq? Məhsulun tarazlıq qatılığının, məhsulların hasili, yəni 0,4-ün kvadratı, çünki y 2 moldur, molu kvadrat şəkildə yazırıq, qüvvət şəkildə yazırıq. 0,2 z-incidir, bölürük məhsula, yəni x-də yenə kvadratın 0,2-nin kvadratına. Buradan da cavab eləyir. Deməli, 0,2-nin biri gedir. 0,16 bölək. 0,8. Doğru cavabımız olur 0,8. 16-cı sualda sxemaya uyğun reaksiyanı müəyyən edin. Bu əvəz etmə reaksiyasıdır. Aşağıdakı variantlardan əvəz etmə reaksiyasını götürməliyik. Doğru cavabımız olur Y variantı. 16-cı sualda. Keçirik 17-ci sualın izahına. 17-ci sualda reaksiya tənliyində reduksiya edici ilə kalium OH-ın əmsalları cəmini hesablayın deyir. Manqan müsbət 7-dən keçir müsbət 4-ə, kükürt mənfi 2-dən keçir 0-a. Deməli, manqan da 3 elektron keçidi baş verir. Kükürtdə isə 2 elektron keçidi baş verir. 3, 2. Aha, getiririk. Kükürdün qarşısına 3 yazırıq. Manqana 2. 2 olacaq. Sonra bura yenə 3. 8 dənə kalium var. Kalium OH-ın qarşısına 8 yazırıq. Suyun da qarşısına 4 yazırıq. Deyir, reduksiya edici ilə kalium OH-ın əmsalları cəmini hesablayın. Reduksiya edici nədir? H2S-də, çünki mənfi 2-dən 0-a keçib. 3 üstə gələk. Kalium OH-ın əmsalı isə 8-dir. Cavab olur 11. Hansı birləşmələrdə karbon atomunun oksidaşma dərəcəsi silisium H4-dəki silisiumun oksidaşma dərəcəsi ilə eynidir? Biz bilirik ki, silisium hidrogen yeganə qeyri-metaldır ki, silisiumla mənfi 1 göstərir. Silisium isə müsbət 4 göstərir. Deməli, cavablardan aşağıdakı variantlardan hansında karbon müsbət 4 göstərirsə, onu tapmalıyıq. Burada məsələn, natrium müsbət 1, mənfi 3, karbon 4 olmaz. Burada ikincidə deməli, baxırıq. Bəli, karbon müsbət 4-dür, çünki xlor mənfi 1-dir, 2 olacaq. Burada hidrogen müsbət 1, karbon mənfi 4, mənfi olmaz, müsbət olmalıdır. 4-də də tapsaq mənfi 2, deməli, mənfi 1, x çıx 2, çıx 2 bərabərsə, yuxudan müsbət 4 tapırıq. Deməli, 1-də 4 olacaq. 2 və 4. Cavab olur D variantı. 19-cu sualda deyir ki, molekul arası oksidaşma reduksiya reaksiyasıdır. Bəli, çünki burada da oksidləşdirici və reduksiya edici ayrı-ayrı molekulanın tərkibindədir. Burada manqan xlor, xlor su alınır. Buradan da CO ilə hidrogen alınır. Məsələn, burada manqan O2-də xlor mənfi 1-dən 0-a keçir. Oksidləşdirici olur H xlor. Manqan O2-də isə
daha doğrusu reduksiya edici olur, H olur. Manqan O2-də isə manqan müsbət 4-dən 2-yə keçir, olur oksidləşdirici. Yəni ayrı-ayrı oksidləşdirici və reduksiya edici ayrı-ayrı maddələrdir. Yenə karbon su ilə reaksiyasında da karbon 0-dan müsbət 2-yə keçir, karbon olur reduksiya edici, hidrogen müsbət 1-dən 0-a keçir, olur oksidləşdirici. Deməli, molekul arası da bəli. Oksidləşmə məhsulu bəsit maddədir. Bu reaksiyada oksidləşmə məhsulu -1-dən 0-a keçən xlordur. Bəli, bəsitdir. Amma digər reaksiyada burada oksidləşmə məhsulu CO-dur. Çünki 0-dan karbon müsbət 2-yə keçir. Yəni, bu ortaq deyil. Reduksiya məhsulu bəsit maddədir. CO ilə hidrogenda bəli, hidrogen müsbət 1-dən 0-a keçir, bəli, reduksiya məhsuludur. Amma bu reaksiyada elə deyil də, çünki reduksiya məhsulu orada manqan xlor 2-dir və o bəsit maddə deyil, mürəkkəb maddədir. Oksidləşdirici mürəkkəb maddədir. Bəli, manqan O2-də oksidləşdiricidir, mürəkkəb maddədir. Su da oksidləşdiricidir, mürəkkəb maddədir. Çünki sudakı hidrogen müsbət 1-dən 0-a keçir. Doğru cavab olur 1 və 4 Y variantı. 20-ci sual. Tarazlıqda olan hansı reaksiyada qabın həcmini azaltdıqda məhsulların mol miqdarı azalar? Deməli, burada məhsulların mol miqdarı azalar deyirsə, qabın həcmini azaltdıqda. Demək ki, həcm soldan sağ tərəfə doğru azalmalıdır. Çünki qabın həcmini azaltmaq demək ki, belə deyək də, tarazlıq elə bir, reaksiya elə bir sol tərəfə, həcm elə bir sol tərəfə azalmalıdır. Burada da A-da ümumiyyətlə dəyişmir, B-də sol tərəfə doğru artır, D-də artır, Y-də artır, cavab olur C variantı. 21-ci sualda molekulunda olan rabitələrin sayı hansı halda doğrudur? Bu vinil asetlendir. Birincidə deyir ki, S və hibrid sayı, yəni burada bunları nəzərdə tutur. 1, karbon çünki hibriddir, hidrogen isə S-dir. 1 və 2 dənə də buradadır, cəmi 4 dənə. Yəni 4 olacaq, ya A-dır, ya C-dir. İkinci, deməli, ikinci bizə deyir ki, P-nin sayı, yəni burada neçə olacaq? Neçə dənə pi rabitə var burada? 3 qat rabitənin ikisi pi-dir, 2 qat rabitənin də biri, 3 dənə. Deməli, elə cavab C variantı çıxır. Üçüncüyə baxaq. Hibrid siqma rabitə. 1, 2, 3 hibrid siqma rabitə olacaq. Cavab olur C variantı. İkinci sualın izahına baxaq. Deməli, deyir ki, reaksiyaların tiplərini müəyyən edim. Birinci reaksiya dəyişmədir. 2. İkinci reaksiya əvəz etmədir. 3. Üçüncü reaksiya isə birləşmədir. Deməli, birləşmə reaksiyasına aiddir. Birinci reaksiyamız oldu. 2, 1-ə 2 aiddir. 2-yə 3 aiddir. 3-ə isə 1. Doğru cavabımız olur 22-ci sualda Y variantı. 23-cü sualın izahına baxaq. Deməli, 23-cü sualda amonyakın oksigenlə reaksiyası verib. Oksigenə görə sürəti 0,15 verib. Deməli, 4 mol NH3 üstə gələk oksigen alınır. 2 mol azot üstə gələk 6 mol su. Oksigenə görə sürət 0,15-dirsə, NH3-ə görə sürət 4 dəfə çox olacaq da elə bir. Daha doğrusu belə yazaq, bu oksigenin əmsalı 3 olacaq. Deməli, 4-ə 3-dürsə, 0,15-ə x qədərdir. Bu da eləyir NH3-də 0,2. Bizə deyir ki, amonyakın mol miqdarını tapın. V bərabərdir, nü bölünsün, V vur T-dən. Nünü tapsaq, elə V vur həcm, vur delta tau. Buradan da demək, V-ni tapdıq 0,2 vur həcm neçədir? 2 vur
Zaman da 20'dir. Cavab eləyir 8. 24-cü sual. 0,5 mol turşu reduksiya olunarsa, alınan suyun kütləsini hesablayın. Misin nitrat turşusundan reaksiyasını yazırıq. Qatı nitratla reaksiyasını. NO və su alınır. Deməli, reaksiyanı əmsallaşdırsaq, misdə 0-dan 2-yə keçib, mis 2 elektron keçidi, azot da müsbət 5-dən 2-yə keçib, 3 elektron keçidi baş verib, 3, 2, 3 bura yazırıq, 2 bura yazırıq, 8 nitrat turşusunun qarşısına yazırıq, 4 də bura yazırıq. Deməli, nə deyir? Deyir ki, 0,5 mol turşu reduksiya olunarsa, alınan suyun kütləsini tapın. X qram. Turşu nə qədər reduksiya olunur ümumiyyətlə? Turşu, reduksiya olunan turşuya biz baxsaq, nəyini soruşur? 0,5 mol deyir də. Aha. Reduksiya olunan deyim, biz bu tərəfə baxırıq. Yəni, 2 qədəri reduksiya olunub. 8 mol nitrat turşusunun ikisi reduksiya olunub. 2 molu. Bəs su nə qədər alınır? 18 vur 4. Elə burada da 4-ü 0,5-ə vururuq. 2, 2-lər ixtisar gedir. Suyun kütləsini tapırıq 18. Cavab olur 18. 25. Deyir, reaksiyasına azotun qatılığı artırılır. Növbəti tarazlıq yaranana qədər maddələrin qatılığı necə dəyişir? Ümumiyyətlə, biz qayda demişdik ki, başlanğıc maddənin birinin qatılığı artırsa, digər başlanğıc maddənin qatılığı azalar, yəni hidrogenin qatılığı azalar. Bir doğrudur. Daha sonra hidrogen qatılığı artar, səhvdir. Məhsulun qatılığı isə artar, yəni amoniakın qatılığı artar. Doğru cavab olur 1 və 4. 26-cı sualın deməli izahına baxaq. 26-cı sualda temperatur əmsalını qammanı 2 verib. Deyir, reaksiyanın 80 dərəcədə sürəti olub 0,2 mol bölünsün yetir. Hansı temperaturda aparmaq lazımdır ki, sürət 3,2 olsun? Bizdən deməli nəyi soruşur? T2-ni soruşur da elə bir. V2 bölünsün V1 bərabərdir. Qamma T2 çıx T1 bölünsün 10. 3,2-ni V2 3,2 bölürük 0,2-yə bərabərdir. Qammanın qiyməti 2-dir. T2 çıx 80 bölək 10. 3,2-ni 0,2-yə böləndə eləyir 16. 16 da 2-nin üstü 4-dür də. T2 çıx 80 bölək 10. T2 çıx 80-i bərabər eləyik. 4 10-a vurulur 40. T2-ni də tapırıq 120. Deməli, cavab olur 120. 27-ci sualın izahına baxaq. Oksidləşmə reduksiya reaksiyalarının tipləri deyir. Molekullar arası, molekul daxili, bir də disproporsiya. Molekul arasında oksidləşdirici və reduksiyacı ayrı-ayrı molekuların tərkibində olmalıdır. Ümumiyyətlə, buradan yazaq. Mis müsbət 2-dən müsbət 2 dəyişmir. Azot müsbət 5, müsbət 4, oksigen mənfi 2, 0. Ayrı-ayrı molekuların tərkibində yox, eyni bir molekulun tərkibində həm oksidləşdirici, həm reduksiyacı var. Bu olur molekul daxili. Azot müsbət 4-dən keçir müsbət 5-ə və müsbət 2-yə ancaq azot dəyişir və bir oksidləşmə dərəcəsindən ikisinə keçir. Bu olur disproporsiya. Azot müsbət 2-dən keçir müsbət 4-ə, oksigen 0-dan mənfi 2-yə ayrı-ayrı molekulların tərkibində olur. Oksidləşdirici və reduksiyacı olur molekullar arası. Karbon müsbət 4-dən müsbət 2-yə və 0-dan müsbət 2-yə keçir. 2 eyni oksidləşmə dərəcəsindən birinə keçir. Bu olur kommutasiya, bu yoxdur variantda. Y variantında xlor 0-dan mənfi 1-ə və müsbət 1-ə keçir. Bu isə disproporsiya olacaq. Keçək situasiya suallarının izahına. Metal sulfidin oksigində yanma reaksiyası verib. Yanma istiliyini 200 verib. Tam yanması zamanı ayrılan istiliyi isə 20 verib. Deməli, baxaq, bizə nə deyir? Əvvəlcə metal sulfidin ilə oksigində yanma reaksiyasını buradan kənardan bir də yazaq. 2 mol metal sulfid oksigində yanır.
elə metal oksid, bir də SO2 alınır. Metal oksid üstəgələ SO2. Buradan üstəlik effektin qiymətində yazmalıyıq. Bunu təkrar yazım. Elə ki, sığışsın. Deməli, metal sulfid oksigəndə yanır, alınır. Metal oksid, üstəgələ SO2, bir də təbii ki, 2 qədər istilik ayrılır. Reaksiyanı əmsallaşdıraq. 2 bura düşər, 2 bura düşər. SO2-nin qarşısına da 2, oksigen qarşısına isə 3 düşəcək. 3 düşəcək. Aha, 9,7-yə deyir ki, tam yanması zamanı ayrılan istilik 20-dir, yanma istilik 200-dür. 9,7-yə 20-dir deməli. Bəs istilik effekti yanma istiliyi 200 verib. Axı bu metal sulfid 2 moldur. Deməli yanma istiliyi 2 dəfə çoxalacaq. Yəni 400-üymüş ki 2-yə bölüb 200 olub. 400 götürürük. 400-ə metal sulfidin kütləsi neçə olar? Metalın kütləsini x götürsək, bir 2 mol vur, x üstəgələ 32-də, kükürdün kütləsi 32. Burada 400-dən 20 ixtisar getsə, qalır 20. 9,7-ni, 20 ilə də 2 ixtisar getsə, ona da vursaq, elə bir x üstəgələ 32 bərabərdir, 97 eləyir. X-in kütləsini tapırıq, 65. Metalın nisbi atom kütləsini tapdıq, 65. 1-ə yazırıq, 65. Termokimyəvi tənliyini yazın. Termokimyəvi tənliyi yazdıq. Sadəcə bilirsiniz, yəni burada Q-nin qiymətini 400 yazırıq və termokimyəvi tənlikdə reaksiya daxil olan alınan maddələrin aqreqat halını yazmaq lazımdır. Metal sulfid bərkdir, oksigen qazdır. Metal oksid bərkdir, SO2 qazdır. Bunu da burada yazdıq. Yəni dediyim kimi indekslərinə bərk qaz olduqlarını qeyd eləmək lazımdır. Q-nün də yerinə 400 yazmaq lazımdır. 29 metalın qısa elektron formulu. Demək, burada məsələnin şərtinə deyir ki, neytron sayı proton sayından 5% çoxdur. Kütləni də biz tapdıq ki, 65-dir də. Protonla neytronun cəmi bizə kütləni verir. Yəni, protonu x-lə işarələsək, neytron ondan 5% çoxdur. X üstəgələk 5 bərabərdir 35. Daha doğrusu kütlə 65 tapmışdıq. 2x bərabərdir 60. X-i buradan 30 tapırıq. Yəni proton sayını tapırıq 30. 30-a əsasən də elektron formulunu tapsaq. Sink 30. 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s2, 3d10 alacaq. Qısa elektron formulu deyəndə son hissəni götürürük. Dövrü sistemdə mövqeyidə 4-cü dövr, 12, 12, ikinci qrup götürürük. İkinci qrup D olduğuna görə əlavə B. Metal sulfidin yanması zamanı 4,48 litr qaz əmələ gəldikdə ayrılan istiliyin miqdarını soruşur bizdən. Qaz ümumiyyətlə nə qədər əmələ gəlir? 2 mol qaz əmələ gəlir də buradan. 2 mol qazda 44,8 litrdir. Yəni SO2-dən danışırıq. 44,8 litr SO2 alınanda nə qədər istiliyə ayrılmış? 400. Bəs 4,48-ə nə qədər olar? X qədər. X-i buradan tapırıq, 400-dən 10 dəfə az. Eləyir 40. Deməli, buranı tapdıq 40. Alınan bərk maddənin deyir, miqdarını hesablayın. Alınan bərk maddənin miqdarı. Alınan bərk maddə metal oksiddir də burada. O neçə olar? Deməli, elə buradan yazaq. SO2 nə qədər alınmışdı? 2 mol alınmışdı. 2 mol olanda metalın elə SO2 də 2 moluydu. Bəs SO2-nin məsələn şərti nə qədər? 4,48, o da 0,2 moldur. 0,2 ilə 0,2 alacaq. Burada da olur cavab 0,2.